hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günlük informatika suallarının 25-ci sualının izahını verəcəm. Gəlin sualımıza baxaq. Proqramın icrası zamanı klaviaturadan 15 qiyməti daxil edilib, ekranda əldə olunacaq nəticəni istəyir bizdən. Aha, deməli, n dəyişəninə proqramın gedişatı zamanı 15 qiymətini daxil edirik. İndi gəlin bir baxaq. Step və border burada bizi yanıltmasın. Bu sadəcə dəyişənin adlarıdır. Yəni, qısa şəkildə S və B də yazsaq bizim üçün problem olmaz. Davam edək. Deməli, i-nin qiyməti 1-dir. Aha, 1 deyir kiçik bərabərdir 15-dən. Yəni, i-ni n-lə müqayisə edir. Deyirik ki, hə, kiçikdir, bərabər olmasa da kiçikdir də, yəni. O zaman print i-ni çap edir, yəni 1-i çap edir. Bu n-in daxilində olan, görürsünüz, bu boşluq sadəcə 1-in yanına bir boşluğu qoyur. Keçirəm növbəti sətrə. Stepi borderlə müqayisə edir, yəni 1 kiçikdirmi 1-dən? Deyirəm, yox. Baxın, s-in də qiyməti 1 idi, 1-in də qiyməti 1 idi. Yoxladım, dedik ki, yox. Yox dediyimizə görə şərtə bu hissəyə daxil olunur, keçirik yox qoluna, yəni else-yə. Burada belə bir print yazısı var. Bu bilsiz nə anlama gəlir? Növbəti sətr anlamına. Yəni, biri bayaq çap etdiyi burada. Bir dənə də yanına boşluğu qoyduq. Artıq bu else-yə görə biz növbəti sətrə keçirik. Gəlin, xırda bir misal üzərində baxaq buna. Belə bir xırda misal yazdım. Gəlin, proqramımızı run edək, görək ekrana hansı nəticə çıxacaq. Bu formada yaddaşda saxlayaq. Aha, baxırıq ki, ekrana belə bir nəticə çıxır. Bu bilsiz nə anlama gəlir? Baxırıq ki, burada 10 kiçikdirmi 3-dən sual vermişik. Kiçik olmadığına görə else qoluna keçir. Baxın, bərabər deyil çap edir else-nin tərkibində. Və bax, bu ikinci printə görə neynədir burada? Boşluğunu qoydu. Aha, gəldi burada boşluğunu qoydu və sonuncu printə görə də kiçikdir sözünü çap eləmiş oldu. Ümid edirəm, bu printin funksiyasını anlamış olduq. İndi keçirəm öz sualımıza. Deməli, bizdə neynədik onda? Boşluğu, üzr istəyirəm, növbəti sətrə keçdik. Keçdik növbəti sətrə. Yəni, bu pirin növbəti sətrə keçirdi. Daha sonra burada B-nin qiymətini bir vahid artırdıq. B bərabərdir. B-nin əvvəlki qiyməti 1 idi. Bir vahid artdı, oldu 2. S-in qiyməti olduğu kimi qalıb. S bərabər 1 olsun. Və bu sonda yazılan ifadə, baxın, bu hissə isə sərbəst dəyişən adlanır bir növ. Yəni, biz bu şərtə hə də desək, yox da desək, mütləq sonda bu ifadəni həll eləməliyik. I-nin qiyməti neçə olacaq burada? Bir vahid artacaq, 1 idi. Bir vahid artdı, oldu 2. İndi keçirəm növbəti şərtə. Nə vaxt ki, while-a yox deyəcəyik, onda 4-dən çıxacaq. Hələ ki, davam edirik. 2 kiçik bərabərdir 15-dən, deyirəm ki, hə. O zaman print 2-ni çap edəcək, 2-ni çap etdi. Və daha sonra qeyd edim ki, söz gedən 2 artıq növbəti sətrə çap olundu. Bax, burada çap olundu sözü gedən 2. 2-ni çap etdi, bir dənə boşluğunu qoydu. İndi yenə stepi borderlə, yəni S-i B ilə müqayisə edir. S-in və B-nin son qiymətlərini nəzərə almalıyıq. Dəyişənin dəyişmiş qiyməti nəzərə alınmalıdır. Yəni, S neçə oldu? 1. Kiçikdirmi B-dən, yəni 2-dən? Bu şərtə deyirəm hə. Şərtə hə dediyimə görə bu else qoluna keçmirəm. S hissəsini, baxın, bu hissəni yerinə yetirirəm. Deməli, S-in qiyməti bir vahid artacaq. Əvvəl 1 idi, bir vahid artdı, oldu 2. İndi dediyim kimi, bu ifadə sərbəstdir, mütləq yerinə yetirilməlidir. I-nin qiymətinin bir vahid artırdığı oldu 3. İndi deyirəm 3 kiçik bərabərdir 15-dən. Deyir hə. O zaman print 3-ü çap eləyəcək, yenə bir boşluğunu qoyacaq. Bax, sözü gedən 3 artıq 2-nin yanında bu boşluq qoymuşduq ha bayaq. Bax, həmin o 2-nin yanında çap olunacaq və yenə bir boşluğu qoyulacaq. Ümid edirəm ki, tam aydındır. Yəni, belə deyək, rahat formada izah eləməyə çalışıram ki, aydın olsun. Deməli, baxın, burada 3-ü yazdıq, yenə bir boşluğumuzu qoyduq. İndi keçirəm yenə if şərtini yoxlamağa. Deməli, stepi borderlə müqayisə edirik. Yəni, S-in qiyməti 2 idi. 2 kiçikdirmi? Deməli, B-nin qiyməti dəyişmədi proqram zamanı. 2 kiçikdirmi 2-dən? Buna deyirəm yox. Şərtə bu halda da yox dedik. Düşdük aşağısı hissəyə. Burada da yenə, baxın, print deməli, bu formada yazıldığına görə yenə 3-ün yanında heç nə yazmırıq. Keçirik növbəti sətrimizə. Artıq növbəti proses yenə buradan davam edəcək. Və borderin qiyməti bir vahid artacaq. B bərabərdir. B-nin əvvəlki qiyməti 2 idi, oldu 3 və S təzədən 1-ə qayıtmış olur. Baxın, gördüyünüz kimi S təzədən 1-ə qayıtdı və i-nin qiyməti bir vahid artaraq 4 oldu. İndi deyirəm 4 kiçik bərabərdir 15-dən, deyir ki, hə. O zaman gələcək 4-ü çap eləyəcək, boşluğunu qoyacaq. Artıq növbəti sətirdə, baxın, 4-ü çap elədi, boşluğunu qoydu və 2. Öz-üstünə 2 nə idi? Step border. Aha, S-i yenə B ilə müqayisə eləyəcək. Deməli, S neçə idi? 1. Deyirəm ki, 1 kiçikdirmi? Deməli, B neçə idi? 3-dən. Deyir ki, hə, kiçikdir. O zaman yenə S-in qiymətini bir vahid artıracaq. Olacaq 2 və bu hissəyə hə dediyimizə görə else-yə baxmırıq. I-nin qiymətini bir vahid artırırıq, olur 5. Daha sonra
Gəlirəm yenə i-nin qiymətindən 5 ilə dövrə. 5 kiçik bərabərdir 15-dən. Buna deyirəm hə. 5-i çap eləyirik, boşluğumuzu qoyuruq. Yenə s-i b ilə müqayisə edirik. S neçə idi? 2. Kiçikdirmi b-dən? B-nin son qiyməti 3 idi. 3-dən kiçikdirmi? Deyirəm hə. O zaman s-in qiyməti yenə 1 vahid artacaq. 2 idi olacaq 3 və i yenə 1 vahid artacaq. Olacaq 5 idi olacaq deməli 6. Və sözü gedən 5 artıq. Burada deməli 4-ün yanında çap olunacaq. Belə 4, 5 və indi davam edirik. 6 ilə dövrə gedək. 6 kiçik bərabərdir 15 deyirik. Hə, o zaman 6-nı çap eləyəcək. Və növbəti sətrə hələ keçməmişik. Baxın, bu hissədə LC-yə baxılmır. LC-yə bu hissədə baxılmadı. Ona görə də növbəti sətr məsələsi aktivləşmədi. Sadəcə boşluq qoyub yanında çap eləmiş olduq. Burada da bir dənə boşluq qoyuram. Deməli, 5-in yanındakı bu boşluqdan sonra 6-nı çap eləmiş oluram. Yanında da bir dənə boşluğunu qoyuram. Daha sonra gəlirəm yenə S-i B ilə müqayisə edirəm. S-in son qiyməti 3 idi. 3 kiçikdir və B-dən. B neçə idi bizdə? B-nin son qiyməti 3 idi. 3 kiçikdir 3-dən. Buna deyirəm yox. Artıq S-ə, üzr istəyirəm, if-ə burada yox dediyimizə görə LC-yə gəldik. Və yenə burada print öz işini görür. Yəni buradan sonra keçirir növbəti sətrə. Burada dayanırıq hələ ki. Və B-nin qiyməti 1 vahid artır. B bizdə neçə idi? 3 idi. 1 vahid artdı. Oldu 4. S yenə 1-ə qayıtdı. Və i 1 vahid artdı. Oldu 7. İndi gəlirəm 7 ilə dövrü yoxlamağa. 7 kiçik bərabərdir 15-dən deyirəm hə. O zaman 7-ni yazacaq, bir boşluğunu qoyacaq. Hə, bir də bir nüansı dedim. 6-dan sonra baxın burada LC-yə gəldiyimizə görə növbəti sətrə keçmiş oluruq artıq. Yəni bu 7 və 7-nin yanındakı boşluq növbəti sətirdə çap olunmuş olacaq. Ümid edirəm fikrim aydındır. Daha sonra gəlirəm yenə deməli stepi border ilə müqayisə edirəm. B 4 idi. S də 1 idi. 1 kiçikdirmi 4-dən? Deyirəm ki, hə. O zaman S-in daxilindəki prosesi həyata keçirirəm. Deməli, S bərabər eləyəcək S plus 1, yəni 1 plus 1 eləyəcək 2. Daha sonra davam edirəm. Deməli, 7 daxil etdik proqrama. Burada i kiçikdirmi 4-dən? Dedik ki, hə. Və S-in qiymətini 1 vahid artırırıq. İndi gəlirik i bərabərdir. İndi də qiymətini 1 vahid artırırıq. 7 idi olur 8. İndi 7 və boşluğunu çap elədik bayaq. İndi 8 ilə dövrə qayıdıram. 8 kiçik bərabərdir 15-dən. Deyirəm hə. O zaman deməli yenə 8-i çap edirəm boşluqla bir yerdə. S-i B ilə müqayisə edək. S-in son qiyməti neçə idi bizdə? 2. 2 kiçikdirmi B-dən, yəni 4-dən deyirik hə. Artıq bu dövrədə hə dediyimizə görə S-in qiymətini 1 vahid artırıb i-nin qiymətini artırmış oluruq. S olur 3, i olur burada 9. Deməli 8-i artıq gətirib burada yenə çap edə bilirik. 8-in yanında bir dənə də boşluğumuz olacaq. Və hələ ki, bax bu hissədə görürsünüz LC-yə baxmırıq deyə növbəti sətrə keçmirik. İndi gəlirəm 9-u müqayisə eləməyə. Kiçik bərabərdir 15-dən deyirəm hə. O zaman yenə 9-u çap eləyəcək. 8-in yanında 9 çap olundu. Daha sonra S-i B ilə müqayisə edək. S 3-dür. Kiçik bərabərdirmi? Neçədən? B-dən 4-dən. Deyirəm hə. Hə dediyimə görə yenə S 1 vahid artdı oldu 4. Buradan i neçə olacaq buradan? i olacaq 9 1 eləyəcək 10. 4-ü deməli aldım S üçün. İndi 10 kiçik bərabərdir 15-dən deyirəm hə. O zaman deməli 10-u çap eləyəcək. Yenə boşluq qoyacaq. 9-dan sonra 10-u çap elədi, boşluğunu qoydu. Və S-i yenə B ilə müqayisə eləyəcək. Yəni 4 kiçikdirmi B-dən, yəni 4-dən. Aha, deyirəm ki, yox. Bu zaman yox dediyimizə görə gəlirik bura. Və burada print yenə öz işini görəcək. Növbəti sətrimizə keçirdəcək və borderin qiyməti 1 vahid artacaq. B bərabər olacaq. Burada 4 idi, burada olacaq 5. Artıq bu hissədə də birinin baxılmadı da. B oldu 5 və S-in qiyməti yenə 1-ə qayıtdı. i də 1 vahid artdı, oldu 11. Qaldığımız yerdən davam edək. 11 ilə qaydırıq dövrə. 11 kiçik bərabərdir 15-dən deyirəm hə. Bu zaman 11-i çap elədik. Deməli, artıq növbəti sətirdə 11 çap olunmuş oldu. İndi gəlirəm, nə edirəm? Yenə S-i B ilə müqayisə edirəm. 1 kiçikdirmi 5-dən? Deyirəm ki, hə. Artıq yenə S-in qiyməti 1 vahid artacaq. S 1 idi, oldu 2. Və i 1 vahid artdı, 11 idi, oldu 12. 12 kiçik bərabərdirmi 15-dən? Deyirəm hə. O zaman 12 çap olunacaq. Baxın, burada LC-yə baxmadıq deyə növbəti sətrə keçmədik. Deməli, 11-dən sonra 12 çap olundu. Gəlirəm indi S-in qiymətini B ilə müqayisə etməyə. S 2-də. Kiçikdirmi B-dən, yəni 5-dən? Deyirəm hə. O zaman S-in qiyməti olacaq 3 və i-nin qiyməti olacaq buradan 13. Deməli, buradan da 13-dən yenə dövrə qaydırıq. Yəni, əvvəli yenə silə, çünki bu formada dövr çox uzanır. Deməli, 13 kiçik bərabərdir 15-dən deyirəm, hə. O zaman 13 çap olunacaq buradan yenə, 13-ü çap elədik. Boşluğumuzu qoyduq, step kiçikdir borderdən, 3 kiçikdirmi 5-dən. Deyirik, hə. S1 vahid artacaq olacaq 4
və buradan yenə i bir vahid alıb olacaq 14. Daha sonra 14 kiçik bərabər 15 deyirəm. Hə, 14-ü çap eləyəcək, boşluğunu qoyacaq və 14-ü çap elədi, boşluğunu qoydu və buradan deməli S-i yenə B ilə müqayisə eləyəcəyik. S-in son qiyməti 4 idi. B-dən, yəni 5-dən kiçikdirmi? Deyirəm ki, hə. O zaman S olacaq 5, I olacaq 15. İndi gəlirəm 15-i 15 ilə müqayisə eləməyə. Hə deyirəm, kiçik olmasa da bərabərdir. Və burada 15-i çap elədik. 14-dən sonra 15-i də çap elədik. Gəlirik indi burada 5-i yenə 5-lə müqayisə edirik. 5 5-dən kiçikdirmi? Buna deyirəm, yox. Artıq S-in də qiyməti 5 oldu. B-nin son qiyməti də 5 idi. Buna dedik, yox. Yox dediyimizə görə keçdik növbəti sətrə və üzr istəyirəm, else-yə keçdik. Else də bu printə görə keçirdi bizi növbəti sətrə. Növbəti nə çap olunasa olsa burada çap olunacaq. Və burada nə çap olunacaq burada? Deməli, hələ keçini hələ gözləyirik. Deməli, bu orderin qiyməti bir vahid artacaq. B bərabər olacaq buradan 6, S yenə olacaq 1. Və I-nin qiyməti bir vahid artıb olacaq 10, deməli 15 idi olacaq 16. Və son olaraq 16 kiçik bərabərdir 15-dən deyəcəyik, yox. Və bununla da dövr sonlanmış olacaq. Deməli, proqramda nəticə bu formada ekrana çıxmış olacaq. 1, sonra 2, 3, sonra 4, 5, 6, sonra 7, 8, 9, 10, sonra da növbəti sətirdə 11, 12, 13, 14 və 15. Hər dəfəsində bir vahid artmış olacaq. Belə bir üçbucaq yaranmış olacaq. Deməli, sadəcə biraz uzun proqramdır bilirəm. Sadəcə nəyi nəzərdə tutmaq lazımdır? Bir dənə bax buna görə növbəti sətirə keçmək lazımdır. If ödənir, ödənmir ona baxmaq lazımdır və mütləq şəkildə hər dəfəsində i-nin qiymətini bir vahid artırmaq lazımdır. If ödənsə də, ödənməsə də nəzərə alın ki, bu sərbəstdir. Bu mütləq hər dəfədə yerinə yetirilməlidir. Gəlin proqramda da yoxlayaq. Deməli, run edirəm və şərtdə deyildiyi kimi 15 qiymətini daxil edirəm. Nəticə gördüyünüz kimi bu formada ekrana çıxmış olacaq. Ümid edirəm fikrim aydındır, bu qədər. Sağ olun, Allah'a emanet olun.